səlahiyyətli iqtisadi operator statusu hansı şərtlər daxilində verilir? Gömrük Məcəlləsinin 32-ci maddəsinə, eyni zamanda Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 230 nömrəli qərarı ilə təsdiq edilən səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarının 2.1-ci bəndinə müvafiq olaraq səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır. Malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanlarının mövcudluğu, gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət edilməsi, gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistem, gömrük ödənişləri və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanları, hüquqi şəxsin fəaliyyət göstərdiyi sahədə ən azı 2 il təcrübə, müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanları, informasiya mübadiləsinin lazımi səviyyədə təmin edən texniki bazanın olması.